Yayımın baş sponsoru Natura meyvə şirələri. Xüsusi sponsorları Qardaşlar Mebel, QX Məişət Texnikası, Oba Marketlər şəbəkəsi, sponsorlar Oxu Tədris Mərkəzi, ECS Xaricdə Təhsil Mərkəzi. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövü, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, keçələr yolları boşdu, kənd havası təmiz insanlara xoşdu. Balam kənd havası, sizi hörmətlə salamlar. Ses gelir kulağıma yakından, bir ses gelir kulağıma yakından. Ela dedim gelir çıktı yocanan, ela dedim gelir çıktı yocanan. Ulan dedim geleceğim gelmedi. Buna bakayım, buna bak. Tərəflərdir. Biriyle su aksın geçsin oradan. Mənə bax. Hə. Qoşqal elə oyanmayıb yuxudan. Yox, hələ yatır. At ondan səni. Nə tər uşaqdır bu ye. Bu telefon çıxadanın dədəsi yansın. Səhərə kimi telefonla oynayır. Saat 7-dir, səhər-səhərə hələ yuxudan oyanmayıb. O nətər olur? Elə ki, sən telefonla öz qohum əqrabanla danışırsan, onda telefon çıxardanın atasına rəhmət. Elə ki, qoşu danışır, söyürsən. Oyun oynamır, nişanlı adamdır. Səhərəcə nişanlısıyla danışır. Danışmasın. Şimdi bunları evləndirmək lazımdır. Bu qızı da qoymur yatmağa. Səhərə kimi qalırlar telefonda. İşin olmasın. İşin olmasın. Cavanlıqlarına dəymə. Cavandılar. İndi onların o vaxtıdır. Şimdi biz də cavan olmuşuq da. Mən şəxsən saat 5-də dururdum. Va, atamızın, anamızın, malımızın, qaramızın, toyuğumuzun, cüzəmizin qulluğunda dururdum. Buna bax, yatıb. Bizim başqa işimiz, gücümüz yox idi axı ona görə. Axşam saat 8-dən başımızı atıb yatırdıq. Səhər də o başlardan 5-də oyanırdıq da. Nə qayırmalıyorduk ki, televizor yox, telefon yox, iş yox, güc yox, heç zat yox. Qalxıl, yat, səhər də dur. Gəldi maması boyuna qurban olsun. Gəl görüm. Gəl bəli görün bala. Buna bakayım, buna bakayım. Ben batacağım burada ya. Ne olur? Sabahınız xeyir olsun. Əziz və çox hörmətli kəndimizin sakinləri. Əziz və çox hörmətli kəndimizin xoruzunun banından qabaq oyanan Qasım kişi və həmin o xoruzun banına oyanan o toyuqların səsinə oyanmayıb, əvəzində ərinin səsinə oyanan çox hörmətli Qəmər xanım. Hətta elə olmalıdır. O toyuq öz ərinin səsinə oyanır, mən də öz ərimin səsinə. Yaxşı. Qırılamıyor sərsəri, qıyır. Ged oradan lapatkanı götür. Yağış sağıb, torpaq islanıb. Gedək həyəti bacanı şumlayaq. Gəl, oraları şumlamaq nəzərə çək. Mən başlıqada olayım, mən bu terminator deyil. Sən məni nə hesab edirsən qaydada? Bir sabah indi atırıb, nə bir dəqiqədən. Buna bax, səhərimizi görün nə bir xəbər nasacaq. Yaxın gəlin, ailəlicə toplaşaq, ailəlicə toplaşaq, ailəlicə toplaşaq. Dayan, Baxın, gəliniz təzə maşın alıb. Boy, mübarəkdir. Sağlıqla sürsün, xatasız, balasız, qəzasız. Mübarəkdir bala. Vay. Dən yenə qaynanan pensiya alıb. Nə bildin ay qoşu? Hərdən biləcəm, başqanın başını asıbsan, görmürəm. Sənin bu həyatda bircə dənə məşğuliyyətin var, o da nərddir. Kərəmət, o nərdlə də arbaşıq saxlama olmur. Gəbra. Sözünü denəndə nə gəllə vurur? Sənə sözün düzün deyim. Mən bu həyatda hər şeyi görmüşəm. Yaxşı da imkanım olub qapımda sürüzmək mi olub? Amma indi məni qaynanamın kartına pensiya oturmaq mesajından başqa
heç də sevindirə bilməz. Ay dədənəm, bir oğul da sənsən, düşübsən ortalığa. Nə deyim, bir kürəkən də sənsin də, yazıq qızını verəndə, indi yazıq neyləsin, o da bir planı var da, deyir, yəni mən də qocalanda, mənim kürəkənim mənə baxar, o da belə, o da sənin vicdanın, o da sən, mən sənə heç şey deyəm mən. O da mənim anam da, nə olub? Qoyar, yox. Yavaş, rəhmətli adla çağırdın, qaynana ana deyirsən, deyə bilərsən, kəri. Amma onu ikilikdə, şirinlik məqsədindən də başa düşdüyümə şirinlik edirsən. Yanında belə anneciğim belə deyə bilərsən. Da cəmaatın içində də şey çəkmədən, nə olur belə? Hələ bilmək olmaz, bəlkə gələcəkdə sən də qaynatova ata dedin. Bax, mən sənə belə bir söz deyim də, təsəvvürlə ki, mən sənin yanında dayanmışam, öz qaynama ana deyirəm. Sənə nətə təsir edir? Qızıq verirsə, yüngüvari bir şey verir. Nəsə hiss elədim. Deməli, qabından nəsə qalıb da, başa düşdün? Tam bişməmsən, tam ayılmamsan belə. Ay sağ ol. Rahat ananı deyə çıx get. Üçlərin biz. Ay sağ ol. Ən azından nəsə qalıb da qalıb. Qoşu, gəl mənlə köməkləş. Qəşəng bir neçə dənə şirniyyat alım, gedək. Hara gedək? Eyvah. Hara gedim? Heç nə lazımsa təşkil et. Heç nə. Deyəcəm, nədə oynayaq, deyəcəm. Sən zənin nədən çəkən, mən sən nədən çəkən, mən dəli oluram. Uzaq ulduzlar sönər, gözlərəm səni, üfüq çırağa dönər. Gözlərəm səni, günəş çıxar səfərə, bulud bürünər zərə, nəğmələnər dağ dərə. Gözlərəm səni, günəş çıxar səfərə, bulud bürünər zərə, nəğmələnər dağ dərə. Qoşqa, həyatımda 5 dəfə dalbadal qoşa atmışdım. Amma 6 dəfə dalbadal qoşa atmamışdım. Birinci dəfə idi ki, belə olurdu. Ona görə sifətin belə açılıb. Yekə kişisən, tayların nəvəsi dilaşdı deyə sevinir. Bunun sevindiyi şeyə bax. Vay dədəm, vay. Çox sağ ol. Mən buradan dönəcəm. Sən də çox sağ ol köməklədiyinə görə. Paketləri sənə yaxşı yol. Bir dəqiqədən, mən çörəyim ver də. Nə çörək? Bir dəqiqədən, Mən çörək almamışam oradan, Ay, heç nə almam səni, bunları hamısını özüm almışam. Və mənim söhbətə başımı nə qatırsan, Və mən evə çörək almalıydım, Mən də elə bildim, mən darıxmayım deyənə mənlə gəlmişsən. Sənin evi tikilsin, darıxmasan, elə önəmli adam dövsən, mən sənə dəstək olum. Başa düşürsən, mən cəmaat evdə çörək keçirir, mən qayıdıb çörək almalıyam, Evi tikilsin, sən. Başqasından daha da dəyərli olmaq üçün önəmli olmaq lazım deyil. Əsas önəmli olmaq... Nə deyirsən, Heç nə. Heç nə. Evi tikilər. Yer çıx get dənə, arxamca baxın, nə danışırsan burada? Gəldi. Bana, qoxusuna bax bana. Bunun bərəkətinə qurban olum mən. Gəldin bala. Gəldim. Deyirəm görsən, anava kömək eləmək nə yaxşı şeydir. Və hələmiz bir işin qrupundan yapışdıq, işlərimizi vaxtında bitirdik. İndi gedək çörəyimizi yeyək. Mən kömək deyəndə təkcə qoşunu nəzərdə tutmurdum. Qasım, səni də deyirdim. İndi bu uşağın da yanında danlamağı təzə tapmışsan, Qəmər. Əvvəllər heç belə deyildin, Əvvəl bir sözün olanda gözləyirdin, hava qaralsın, gedib gülürdük yerimizə, orada deyirdin ki, Qasım, sən nə deyirsən, düz deyirsən. Onu deyirdin, sonra keçirdin o sözə. İndi elə eləmirsən, nəsə dəyişmirsən sən. Deyirəm, o qaldı, keçmiş dövrdə, Deyirəm, hamımız müasir olmalıyıq. Zamanın ətərdə biz elə.
Valla mən müasirliyin əleyhinə deyiləm, müasirlik yaxşı şeydir. Amma texnikada, nə bilim, tibb sahəsində, amma bu ailə münasibətlərini köhnə kişilər kimi qoruyub saxlamaq lazımdır. Bəli. Yaxşı, bu müasirliyi bir dəqiqəlik qoyun qırağa. Gəlin gedəyim çay çörəyimizi yeyək. Gör nə deyirəm, Qasım. Bu gəlin də təzə maşını alıb axı. Deyirəm, bəlkə deyək ki, sürsüy maşının gəlsin bura. Həm biz maşını görək, həm də şirinlik verək də yaxşı deyil, təzədir. Nə olar amma, Nə olar, mən bu yaxşı şeylərin həmişə tərəfdarı olmuşam, özün bilirsən. İndi özünüz bilərsiniz. Valla zəng vur, dinən qız gəlsin. Denən gəlsin. Maşını da görək də, görək. Ay, dədə, gəl, girdim suya. İmkan vermir sana, Qasım. Eybi yox, yeri. Kür keçirsən, keç də, dayda. Buna baxa, gənə boş deyil. Bu toğuların üç yumurtamır mən bilmirəm. Toğular edirəm bana, yumurtamır. Ay kız çoktandır çekmişsen məndən nəzər Həsrətimdən yanıram, yoxdur mu xəbər Çəkib Bıy, qoşu. Hara gedirsən ki? Nişanlın gəlmir sənin, sən ara? Düz deyir də, valla anın düz deyir də. Ged bu dükancı Sənangilə, evə nə lazımdır yemək içmək, nişiyə götür, dinən pulumuz olanda verəcək. Ay dədə, mən elə şeydən tanıram. Niyə? Bəlkə deyim ki, dədəm evdə yoxdur, gələndə ondan alıb verirəm. Hə? O yaxşıdır. Yox, o ayıbdır. Elə şey olar. Deməyəcəklər ki, Qasım evdə yoxdur, evinə qonaq gəlir. Evinə 10-15 manat qoymayıb qonaqçın. Yox. Bu sən dediyin mənkindən də ayıbdır, ay dədə. Deməz ki, evinə qonaq gəlir, evində pulu yoxdur. Bu lap belə biabırçılıq deyil. Valla həqiqəti deyirik də. Acı həqiqət şirin yalandan yaxşıdır. Həqiqəti deyirik də. Bir dəqiqə üzr istəyirəm. Nə olur? Haycan! Haycan! Ha? Haycan nətərdir? Nətər? Heç də onda nətər istəyirsən elə də olsun. Sən nətər dersən elə də məsləhətdir. Heç bir fərqi yoxdur. Atam anam da sana salam Hadi boy verdim. Valla, Aycan deməyindən belə başa düşdüm ki, nişanlındır. Ayıfda olmasın. Hə, nədir? Deyir ki, mənim əlim tam hələ rola öyrəşməyib. Amma deyirsən, maşın görmək istəyirsənsə, problem yoxdur. Sənə dəvət edirəm, gəl. Hə, nə olar? Get nişanlıva, təbrik elə, gəl, heç də olmaz. Elə deyirsən, deyirəm? Şey deyək, Qəmər, yox, biz də gedək də. Sara? Bakıya. Gedək o müəllimlə görüşək, qaynatonla. Adı yadımdan çıxır. Azad müəllimlə görüşək. Deməyək ki, maşına görə gəlmişik. Deyək, elə belə buradan keçirdik. Eşitdik maşın söhbətini, gəldik ki, təbrik edirik. Bir də deyəcəm ki, belə də ki, nə tələ sürdün. Gəlin gələndən sonra özüm alacaqdım da. Alacaqdın, eləmi? Özüm Bakıya gedməyi ekarus axtarıram. Alacaqdım. Onda acı həqiqətidir, şirin yalan demə. Acı həqiqəti deyim, şirin yalan deməyim. Nə deyir bu? Bilmirəm ki, mən köynə yaxtarım. Mənə bax, gel, anyonları al gəl. Bilirəm, yaxşı. Yeni. Şöyle deyirəm, siz qapını bağlayınca mən də yolun qırağına gedirəm. Bax, bu asfaltın qırağında sizi gözləyəcəm, yaxşı? Ay, dayan, telefonum qaldı, getmə. Gözün telefonumu götürüm, gəlim gedərik, yaxşı? Mənə bax, onda mən də gedirəm, qabaqda avtovağzalda görüşərik, yaxşı? Mən də gedirəm. Niyə Qasım? Gözdə səndə. Düzgün bir normal ailə kimi bir yerdə üçümüz gedə bilmirik. Həmişə bunlar qabaqda, mən də qan tər içində dallarıca şütüyürəm. Biz bir ailəyik. Nə vaxta kimi mən Bakı ilə qaça-qaçla gedəcəm? Nə var ki burada? Gözün telefonu götürüm gəlin bir yerdə gedək də. Görsən, anın düz deyir də, nə olub? Hara tələssən? Hara tələsirsən? Hara tələs? Elə sən özün də hara tələsirsən? Düz deyirsən. Gözlüyün gəlirəm, Sən nə yaxşı deyirsən mı? düz, qulaq as. Gözdə, hə. Mən getdim, onda söz özünüz gələr. Getmə, gözdə gəlirəm. Hə, yaxşı. Yaxşı. Gedirdim, mən fikrimi, nə saxladım mən? Mən getdim, anondan gələrsin, yaxşı? Ana tez gəl, mən bir partlayır.
dədəm var. Bunu görəndə bizim işimiz gətirmir dənə Ey, kalır. Yaxşı da qonşumuz da ayıbdır. Xeyirsiz dənə. Kələmət nə tərsən? Salam nə var, nə aleyküm. yox? Yatərsən qaqa. Nə var, nə? Nə tərsən? Hardan gəlsən? Kim vurub sən xoruzu qoltuğa gələ? Yaxşı. Qoşqa, əgər işin gətirmirsə, günahı məndə görmə. Yox, Kələmət, telefonla danışırdı uşaq. Yox, sənlə deyil. Dedilər, çıxaq səni qarşılayaq, dedi, süz gələndə işimiz gətirmir. Telefon da öldü, telefon idi. Ya yəqin telefon idi. Telefon idi, telefon Olsun. idi. Hardan gəlsən? Şiringilə gəlmişdim, təzyiqi düşüb. Dedim, gəl bir tas nərdə oynayaq, bəlkə dərdinə çarə oldum. Nə oldu, düzəldi? Əksinə təzyiq qalxdı 190-a. Oğul dedi, qurban olaram, çıx get. Kişi səni görəndə əsəbləşir, hissənir, təzyiqi lap qalır. Doğrudan deyirsən. Kələmət, mənə bax, biz sənə heç də qulluq eləyə bilmərik. Allah sənin köməyin olsun. Gəlin get. Sağ ol Kərəm. Sağ ol. Təzyiqli adamam, gəlin Sağ ol. get. Sağ ol. Çox sağ ol. Bu da sənin mənə verdiyin dəyər. Eybi yox. Amma bir şey var, dəyər vaxtında bilinməlidir. Məzar daşı nə bilir çiçəyi nədir? Hiç bilmirəm nə görmüşəm gülüm səndə. Üzüm gülür biz görüşəndə. deyirəm ki, Bakıya o qədər gəlib getmişəm ki, hər yerini tanıyıram. Bax, ovucumun içi kimi, haranı deyirsiz, deyim sizə. Məsəl üçün, bura haradır ki? Bura, bilmirsən? Mətanətin kürəkərinin iş yerinin yanı. Bura? Hə, de, o yanlıqda da hardasa iş yeri. Elə bir mətanəti göstərsən, Yox, oğlunun iş yeri oradadır. Ana, bax, burada bizə deyirsən, onu qıraqda demə. Cəmaatı bizə güldürmə, ana. Niyə? Bura bizim ilk dəfə, yadındadır mı dedə? Hə. Ma ciyar piraşkisi aldığın küçənin başıdır. Gördün? Abala. Yadımdadır. Xoşuma gəlməmiş də oranın piraşkisi. Ay, biz bir dəqiqə dayanın da. Sən dinməsəm deyən bunları. Hə. Biz burada ayrılmalıyıq. Sən get, biz də gəlirik sənin dalınca, yeri. Yox, qulaq as, mənim yeri. Siz gəlmirsiniz ki? Hə? Siz gəlmirsiniz ki? Yox, bala, indi biz uşaq deyirik ki, maşını görəndə qaçaq onların üstünə. Həm də əli boş getməkdə, gedək nə salaq gətirək. Məl boş niyə olursa? Başqa vaxt danışdıranda cibiniz dolu valideyn duasıdır. Birini verərsiniz, ana, nə olacaq ki? Ay bala, Ha. duamız var, duamız həmişə var. Amma bax, hələ sən bizim öz balamızsan. Bizim onsuz da bütün dualarımız sənində. Hə. Amma sənə dua eləyəndə öz balamız ola çəkib qırağa deyirsən ki, bu duanı bildik, bir 5 manat da verin, cibimdə pul olsun. Hələ sən özümüzküsən, ha. Bu yad qızıdır. Duraq elə qurca dua ilə gedək yanına. Bu da qadan, böyütməni çox böyüdürsünüz məsələni. Niyə? Ay, nə dərsiniz? Siz həyəcan bulmur sizi. Niyə? Gördüyünüzdə heç həyəcan şey olmur ki. Görən bu qız maşını neçə alıb, hardan alıb, salam bölür, neçə alıb, hardan alıb. Bala, bir dəqiqə deyən. Anonla mənim yaşımı üst-böyüz gəlsin, bir əsr yaş eləyir. Xeyr, bir əsrdən az eləyir. Olsun yarım əsr. Biz uşaq bəyən maşın görə kimi qaçaq, maşın. Bir də sən cavansan, dünya malı hələ səhəcək şirindir bala. Da bizdən keçib, sən geri, get. Ona qulaq as, mən o da gəlmişsə özü bilərsə. Özünüz nə istəyirsə onu eləyin. Bax, məni qız gözlür kursun qabağına, sonra məni danlayacaq. Yaxşı? O da mən qaçdım. Dan görüm, hansı səsəm gedim. Mən getdim. Mənə bax, Gəbəri. qaçma, çox. Sonra kürəyin tərləyəcək, kürəyimə qoymağa dəsmal da götürməmişəm. Aram. Dənə mənə deyirəm nə deyir. Dən. Ona ağız üstə dəyəcək yer. Hələ dedim, qaçmaya. Dəydi ona bax, dəydi yeri. Vay, bəlkə də şalvarcadı partladı onun. Bu qızın adı gələndə, bu gedənin başı uçur da. Mən bilmirəm niyə belə olurlar da. Biz də cavan olmuşuq da. Heç o qədər belə. Unutmamış da. O qədər belə dəymişəm ki, bu hara Bu, gedir? təzən gəldi bura çıxdım. Bala, bu hara gedir bu? Kim oxşadı bu? Kim oxşadı bu? Kim oxşayacaq dayılarına? Səhərə qədər hasarımızın dibində yatan dayısı döyürdü, sən idin. Balam gel havası sizi hürmetle salamlar. Bizim mükafatımız onlardır. Yaşamaqdan həzz alanlar. İşlərinə aşiq olanlar. İnce detallardan ilham alanlar. Kardeşler Meyveli olarak daim bu değerler esasında çalışırıq.
İtalya'dan ve Türkiye'den xüsusi olarak getirdiğimiz en müasir avadanlıklarla ofisinizi, evinizi, mekanınızı güzelleştiren, hayatınızı asanlaştıran işlere imza atırıq. Sizin isteklerinizi de nazara alıp hayallarınızı reallaştırır. Yüksek keyfiyetiyle seçilen geniş çeşitde məhsullar istihsal edirik. Məhsullarımızı ünvanınıza, bütün MDB ülkelerine, hatta okeanın o tayına, Amerika'ya çattırırıq. Əlavə olarak istehsal ve çattırılma prosesini online izleme imkanımız da var. Kardeşler Mebel, 10 ildən çoxdur ki, uğurun temelini qoyuruq. Nənə bax, olmayan qoşqarı evləndirirsiniz. Bu da gəlinimizin cehizləridir. Yox, evləndirməmişik. Özüm getmişdim Quix'in mağazasına. Bax, evimizə lazım olan şeyləri aldım. Bu robot toz sorandı. Özü toz soranlayacaq. Amma bu əl toz soranıdır, mən toz soranlayacağam. Bunu sənin üçün almışam. Şirə çəkəndə hər səhər meyvələri çəkəcəm, içəcəksən. Bu qoşunundur. Quix'in bu kofe dəmləyənidir. Bu bilirsən nədir? Toster. Bu əti qoyursan arasına pişirir, çörəyə qoyursan qızdırır. O da özümündür. Bu fendir, saç qurutmağa. Quix'in feni. Buna bax, şirvəmiz həyətini təmir elətdirir. Həyətin divarlarını da permolit boyaları ilə rəngləyir. Özü hələ belə boyalar döyür, Türkiyə istehsalıdır. Hələ bunlara bax. Bunlar nədir ki? İtaliyanın məşhur brendi Antigua Signoria'dır. Evin daxili divarları üçün dekorativ boyadır. Dünya rənglərlə gözəldir, permolit boyaları ilə daha da gözəldir. 5 ildir fəaliyyət göstərən Oxu Tədris Mərkəzi erkən yaş, məktəbə qədər və ibtidai sinif qruplarında Azərbaycan və Rus bölmələri olmaqla fəaliyyət göstərir. Mərkəzdə inklüziv təlim əsasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixoloq və psixopedaqoq xidməti mövcuddur. Uşaqlar həmçinin rəsm dərnəyi, ingilis, ərəb və rus dili dərslərində danışıq səviyyəsində təhsil alırlar. Mərkəzin ən önəmli fəaliyyətlərindən biri psixoloji dəstəkdir. Uşaqlar və yeniyetmələr üçün xüsusi psixoloji xidmətlər göstərilir. Həmçinin öyrənmək çətinliyi və davranış pozuntuları olan uşaqlara isə fərdi seanslar və dərslər təşkil olunur. 18 illik təcrübəyə malik peşəkar heyət ilə Oxu Tədris Mərkəzi hər uşağa öz potensialını kəşf etmək və gələcəyə inamla addım atmağa imkan verir. Buyurun Ayçıq xanım. Deyirəm Ayçıq xanım, mən də istəyirəm ki, sizin kimi bir neçə dil bilim, xaricə təhsil alım, Avropa Universitetlərinin birində oxuyum, savadlı gənclərdən biri olum. Qoşqar, sənin bu arzunu ECS xaricdə təhsil mərkəzi reallaşdıra bilər. Necə ki, mən onların vasitəsilə Avropa Universitetlərində təhsil almışam. Ayçıq xanım, mən Avropa Universitetində təhsil almışsınızsa, bura nə yapıyorsunuz? Çünki mən hal-hazırda IELTS, SID, TOEFL proqramlarına yiyələnirəm. Bir də qəbul imtahanlarından az bal toplayan abituriyentlər də gərək heç üzülməsin, sıxılmasın. Çünki ECS xaricdə təhsil mərkəzi onların tək atistatla xaricdə təhsil almağına şərait yaradır. İndi gedək? Yox, sən get. Mən bura bir müraciət edeyim, mən də nəyəsə bir yiyələrim. Onda bir yerdə gedək. Deyirəm, sənin tanışın zadın çoxdur, hə? Buyurun. Mənə bax, gəldik obaya, evimiz üçün bazarlığı bugün obadan eləyəcək. Ürəyimiz nə istəyir götürür, gəlin bəl. Tamam. Baba, şirin kuş. Şirin kuş alacağım oradan. Ne? Şirin kuş. Evet, bunu da zəhmət olmasa xanım vurarsın da. Qasım, indi bütün bunların hamısına indirim eləyə biləcəyik. Əlbəttə. Bala nə tərəydi o? Oba Plus mobil təbrik. Telefonla. Bəli. Ana bunu verir. Ya dədə qadın qanı bundan elə şey olur. Sən də ancaq belə telefon olur da belə. Bax, gözlə. Oba Plus mobil təbrik gördün? Aha. Bir dənə zəhmət olmasa xanım buradan vurarsınız. Bir görərsən. Ay Qasım, Hə. dəqiq hamısını vurdular. Şəhədə. Bu endirim də elə, bu endirim deyə. Və ona görə deyirəm də kalan pul qaldı əlimizdə. Doğrudan. Hə. Onda qaydaq bəzi şeylər qalmışdı, onları götürək də. Gəl, tez elə. Mən daşımayacağım, deyirəm. Mən daşımayacağım. Gəl də, indi anons istəyir də. Mənə bax, mamon gələndə sevinəcək. Gəldi. Nədir bu? Nə edirsiniz burada? Ana, inandırım səni. Marketdən Naturanın nə qədər növ varsa hamısını alıb gətirmişik. Deyirəm Qəmər, sənin da canın qurtardı, ağaca çıxıb meyvə dərib meyvə sıxmaqdan. Özdə ana, Natura meyvə şirəsi Qəbələ konserv zavodunda istehsal olunur. İnsan əli dəymədən tam avtomatlaşmış şəraitdə. Qəmər, görürsən indi Natura şirəsinin nə qədər çeşidləri var. Dur indi qəşəng yemək pişir,
oturaq süfrə arxasında yemək yeyə natura şirələrindən içək. Yo, qəmər işləməlidir. Qəmər əziyyət çəkməlidir. Ay qız, yaxşı da, biz də gəlib sənə kömək eləyərik. Nə da? Gel kabası sizi hürmetle salamlar. Gel kabası sizi hürmetle salamlar. Qasım, bir dəqiqə dayan da. Bax, gedirsən xaloğlunun yanına. Bu xaloğlu deməz ki, sırağa gün gəlmişdi, indi xeyir ola. Deyər. Və xaloğlu deməz ki, sırağa gün gəldin, sənə pul verdim, getdin, indi xeyir ola. Deyər. Və bu xaloğlu Şimdi deməz... dəqiqə deyən da, xaloğlusan sən. Girərəm içəri, xaloğlu deyər, yerində bir şey fikirləşib deyərəm də. Yox, mən demək istəyirəm ki, ayıbdır da, ayıbdır. Gəl başqa adamdan istəyək pulu. O cümlədə başqası sözü deyirsən ha. O başqası sözündə olmaz ki, konkret adam adı deyəsən. Məsələn, sizinkilərdən kimdən almaq olar? Hansı qohumdan qeyb almaq olar? Mənim xaloğlum var da, bilir ki, mənim ehtiyacım olanda bir dənə onu ağız açıram. O da mənə atqaz eləmir. Almayaq da, təzə almışıq ondan. Gəl bu dəfə mənim xalamdan alaq. Yox, xalon mənə tanıtırsan. Xalon borca pul verir, sonra gedir orada-burada deyir ki, filan kəsi mən adam eləmişəm. Yox, mən nə deyir? Dayımdan alaq, Müzəffərdən. Bu il məhsulu qəşək gətirib. Yox, Müzəffərin adını çəkməyi. Bir dəfə ondan 200 manat borca pul aldım. Hər həftə gəldi kəndəki ürəyim kərp çorpası istəyir. Kəsdim, pişirdin yedi, kəsdim, pişirdin yedi. Axırda da minnətlə qayıtdı ki, 200 manatı sənə halal edirəm. Elə şey olar. Toyuğumu yedi, gedəndə də 5 dənə qazımı boğub apardı. Tülkü də elə bir rəhmətliyin balası. Dada, mən kimi deyirəm sənə ağız büzürsən, hər yer birimiz görsən. Kimi deyim onda? Heç kimi demə, danışma. Sakitcə gəl arxamca da və salam da danışma. Utanıram da, utanıram. Utanma. Müzəffərdən utan, xalondan utan. Gəl bəri. Koşib. Ana maşın. Maşın aslı. Qoşqar, nə olub salam verməmiş? Salam. İnandırım səni ki, o qədər həyəcanlıyam, o qədər səni görə sevinirəm. İnanırım, avtobusdan düşəndə həyəcanlar az qara pulum vermirdim ha. Elə həyəcanlıyam. Hansı maşın sən canım? Budur da. Bu deyil mi? Odur. Tamam görüm ha. Deyirəm də ama bunun suyu bana şirin gəlir. Yox, daş maşın. Həqiqi, çox daş maşındır, dözümlü maşındır. Daş döyəndir. Bu yüzə neçə içir? Bilmirəm ki, Gətirəm, bilmirəm. Maşından da soruşmamışsan ki, bu yüzə nə içir, nə varır, nə edir? ay Qoşqar, niyə soruşam? Hə. Atam mənə 1 litri benzin kartı hədiyyə eləyib. Ona görə heç soruşmağa fikirləşmədim. Başa düşdüm. O iş nədən sənə xeyirdan veribsə, bundan mən də sənin gələcək bir həyat yoldaşın kimi xeyirdan verim. Bir dəqiqə gözlə, bu şirinlik bir dəqiqə, bir saniyə. Ay Qoşqar, lazım deyil. Sən canım, bu adət var, ana var. Maşına şirinlik verirlər. Gözlə bir dəqiqə, bir saniyə. Ay Qoşqar, xəcalət verirsən, lazım deyil. Bir saniyə. Bir də saniyə səbirli ol. Dayında darıxma, sən darıxma. Qoşqar, o lazım deyil. Utandırırsan axı məni. Bunu mamam verdi, sən ondan narahat olma. Mamam deyib ki, birbaşa özünə ver. Bir saniyə. Hə, anan deyibsə götürərəm. Amma çox vermə. Yox, narahat olma, elə bir dənədir, püçöktür. Başı püçöktür. Hə. Şok edəcəksən, yəni, bu hara qoydum mən bunu? Ürəyən üstə, elə bildim bitirmişəm. Hala, xeyir olsun. Bu nədir? Bunu axtarırdın bayaqdan. Bu tikandır. Bunu inandırım səni bir zilindən yatmışam. Da avtobusda gah mənə batdı, gah sənin işinə batdı, gah nə bilim inandırım da dəqiqə başı dişsinirdin da. Elə bir şeydir. Bu sən nə üçündür? Bunun maşından asırsan, təzə alınan maşından asırsan güclü tərəfdən. Heç bir nəzər, göz dəymir. Hamısı gəlib bunda ilişib qalır.
Ay Qoşqar, mən belə şeylərə inanmıram axı, bilirsən. Amma yenə də sən vermirsən deyə, anan göndərib deyə sinci maşına qoyacağam. O sözü bir daha ağzına gətirmə. Eşidər eləyər yaxınca. İşidir? Bunun yanında demə, işidən kim adama pis təsir edir, ağzını əyilər. Ağzını əyilər, inandırım səni. Mən sənə inanıram. Bu mənə bəsdir. Deyirəm işləyir. Bir dəfə mənim ağzım əyirmişdi, cüzbalanla gətirmişəm özümə. Mən Qoşqarı çox istəyirəm, eşidirsiniz? Biz yaman xoşbəxtik. Biz çox xoşbəxtik. Biz yaman xoşbəxtik. İndi maşını ara bilərsən. Gedək. Xeyirli uğurlu olsun. Nə? Bir dələ ətrafımda bir dənə maşına baxım, gör, birdə səni alladarlar. Gözlə. Deyirəm ki, amma yaxşı elədik gəldi göz aydınlığı verdiyə gəlməyə. Görsən, nə yaxşı. Gör, neçə dəfə təşəkkür edir, neçə dəfə dedi ki, sayanın quluyam, saymayanın ağası. Elədir də, demək, pullu adamlar həmişə diqqətə, dəyərə baxırlar. Amma nəsə xoşum gəlmədi, özündən çox razı danışırdı. Harda, yox, heç mən istələmədim. Ümumiyyətlə, Azad müəllim yekəxana adam deyir axı. Nətər yekəxana deyil? Deyirəm ki, bu maşın 100-ə nə qədər benzin yiyir? Deyir, bilmirəm. Deyirəm, neçə almısan? 50.000. Deyirəm, ay-bay nə qədər verəsən? Deyir, ay-bay niyə verəm? Bir də həmlik verdim də. Mən də deyirəm ki, bunun da ağın alaydın. Bu satmağa da yaxşıdır da ağı da, hə? Satmağa. Qasım, Nə olub? Sən öz kasıb düşüncənlə danışırsan, imkanlı adamdır. O onu fikirləşir. Benzini nə qədər yiyir, heç onun vecinə ödür, qutaracaq, vuracaq. Doğrudan. Pulunu bir dəfəmlik verib alıb oturub da bizim kimi maaşına baxıb, aya bölüb, ilə bölüb vermir ha. Bir də ki, o varlı adamdır, o satmaq üçün almır ki, o heç satmağa fikirləşmir. Amma düz deyirsən, ağ olsaydı yaxşı olardı. Sən niyə? İndi bu qızın maşınıdırsa, bu qoşunun da maşını sayılır da. Avtomatik, avtomatik. Arvadınsa həm də özünündür. İndi sabah bir gün olmadı elə, oldu belə, bunlar nəsə əlləri sıxışdı, nəsə bir sıxıntı yaşadılar. Heç olmasa qoşu o maşını sürə bilər də, taksi kimi, düzdür. Amma başqa rəng olsa qoşu sürənməyəcək də, ağ olsa hə, çıxar taksi kimi pul qazanar, evinə çörək pulu gətir. Yox, Qəməri, elə şey olar. O maşının üstünə şahmat qoyana kimi sataram, 5 il 6 il bey balası kimi yaşayaram da. Mənim üçün fərqi yoxdur. Tək mənim balam xoşbəxt olsun. Bəli. Ya maşınla, ya maşınsız. Ya 20 minlik maşınla, ya 200 minlik maşınla. Balam xoşbəxt olsun. Özdə mən fikir vermişəm, Qasım. 20 minlik maşın sürənlər elə bil daha çox xoşbəxt olurlar. Nəinki 200 minlik sürənləri. Elə bil onların biraz dərdləri də çox olur. Sənə elə gəlmir? Hə də, Qəmərdə. Bahalı maşının o qədər dərdi var ki, öz dərdin yadından çıxır. Onlara fikir verin. Düz deyirlər, çoxun çox dərdi var, azın az. Elə yaxşı ki, bizdə az olub, hə? Əlbəttə az olub. Sən gördün bunu, İzə nəşriyyatdandır, oradan götürdüm. Nə idi ki? Oynaq ağrıları. Hə, səndə ağrıyır axı. Mən ölürəm oynaqlarımın ağrısına. Bir də şəkərli diabetin vahiməsi. Meyillisən, şəkərə meyillilik var səndə. İndi bunları oxuyacağım. Mən də götürdüm. Sən nə götürdün? Deyib, bu Ərşad babanın bilik boxçası, tərəvəzlər haqqında məlumatdır. Yox, sənin yaşına uyğunda oxu. Oxu, tərəvəzlər məlumatları oxu. Nə bilim, yer əlimə bu Üstündə fil şəkli var. Uşaqsan sən, buna bax. Pulsuz bunu verirdilər, götürdüm də. Baxarıq da. Ayıq ol, ye bəri. Bağlarında salxım salxım Təbrizi Quz kimidir dörd yolun kəhrizi Deyirəm, vaxt gələcək, mən də belə bir maşın istəyəcəm. Əla. Sən darıxma arsın. İnandırır səni, vaxt gələcək, səni bundan da yaxşı maşınlarda mən gəzdirəcəm, öz şəxsi maşınımda. Qoşqar, o nə sözdür ki? Sənin mənim var, bizim maşındır da. Yox, elə söhbət yoxdur da, Aysun. Mənim dədəm həmişə deyir ki, evdə ancaq kişinin malı mülkü hamını sayılır. Amma qadının malı mülkü sayılmır. Yəni, ancaq özdə məxsus da, onu demək istəyir. Mən Qasım əmi ilə həmişə razı olmuşam. Amma bu fikrindən heç razılaşmıram. Bu evin maşınıdır.
Gəl otur sür. Ha? Yox, ola bilərsən məni yaxşı tanımamısan. Mənim xarakterimdə belə bir şey yoxdur. Ümumiyyətlə bir qadının maşını bir kişi sürsün. Xoşlamıram mən elə şeyi. Ay Qoşqar, bəsdir, gəl sür. Yox, deyirəm xoşlamıram da, ha? Özün sür. Özün bilərsən, gəl oturaq. Dirəşmə, deyə. Nə olub, nəsə elə bir peşmansan? Yox. Bəs niyə belə qaşqabaqla oturmursan? Ayşənin xarakterində belə bir şey də var, onu yaddan çıxdısa deyim. Ümumiyyətlə, bir qadın rola əyləşəndə kişi oturur qıraqda. Onu da xoşlamıram mən. Bəs mən sənə dedim də gəl sür. Nəmi, da xətrinə demirəm, bax, sağa görə. Onu başqa adam kimsə desəydi var, o xahiş yerə düşərdi. Amma sağa görə mən onu eləmirəm. Sağa görə sürərəm onu. Gəl, düşürəm sür. Keç. Ay Qoşqar, nə gözəl yaraşır sənə. Göründü qaqanla qaraşa. Qismətimmiş qızılı gülünün butası, sən olasan 9 oğlu atası. Qız evini boyunu büküğü görəndə, inciməsin bey evinin qudası. İgidlərin yoxdur sayı bu yerdə. Buna var gəlmə. Ürəyim ağrır ya buna ya. Bayaqları Bakıya gedəndə Qoşqar bunun xətrimədəydi. Eşitdi. Gedim 10-15 taslar da oynayım, onun könlünü alım. Xeyr, elə şey yoxdur. Özdə 10-15 tası. Nə olacaq? Elə şey yoxdur. Yoldan gəlmişik, yorğunuq. Özün ürək istəyər, gəlib bizə dəyər. Yaxşı, sən heç nə demə. Ay Kəramət, nə tərsən, nə var, nə yox? Salam eləyik. Kəramət. 3 getdiniz, 2 gəldi, salamatçılıqdır. Hə, şükür. Salamatçılıq, sağ ol. Kəramət, deyirəm bayaqları Bakıya gedəndə uşaq sənin xətrinə dəydi. Hə, xətrinə dəydi. Mən onun yerinə səndən üzr istəyirəm. Bilirəm ki, sənin xətrinə dəyib, sənin də kefin yoxdur. De gedək sən kefi vatsın. Xətrimə heç nə dəyməyib, hər şey yaxşı deyə, qaydasındadır, nə olub ki? Görsən, onun yadından çıxıb, sən niyə onun yadına salırsan ki, nəyisə? Onda ayqasın. Boşsansa gedək bir tas nəlbət ağda. Yox, xətrinə dəyərdi, onda gedib oynayardın. Gəl biz getdik. Dəyməyib ki, oynamaqda yoxdur. Dəl. Sən öləsən, buna bax da. Belə telefon olar. Hara çatdı sönür, hara çatdı sönür. Hara çatdı? O harasa çatır ki, elə qapıdan çıxan kimi sönür. O qədər şey alırsan, bir dəfə bir əlvi sığ, bir pul topla, bir balaca bir telefon al, atdala bunu. Alacam Qəmər, niyə almıram? Biraz əlim düzəlsin də. Amma bir şərtlə, bunu atmayacaq. Bu mənim köhnə dostumdur. Gözəl günlərimin xəbərlərini bu telefonla veriblər mənə. Şad xəbər ala bilmirsən ki, o telefona elə zəng gəlib, alo, hə? Ay, söndü. Alo, hə? Yarımçıq xəbərlər almışsan. Şimdi bildim də xarabdır da, nə olur be? Qoyub qabaqla danlayır məni ye. Mıllama Qəmər, yanan kimi zəng gəlir. Hə. Bəlkə də bir yağdan yığırıq kimi. Hə, görə nə şad xəbərdir yenə, yarımçıq. Alo. Bəli, Qasımdır. Nə olub? Nə olub? Vay, evim yıxıldı. Nə olub? Qoşuya nəsə olub? Qoşqarla Aysu qəza keçirdim. Nə danışırsan? Evimiz yıxıldı. Nə qaraq indi? Bilmirəm ki. Nə qaraq, hara gedək? Hardadılar ki? Hara aparıblar? Bilmirəm, telefon söndü.
Yayımın baş sponsoru Natura meyvə şirələri. Xüsusi sponsorları Qardaşlar Mebel, QX Məişət Texnikası, Oba Marketlər şəbəkəsi, sponsorlar Oxu Tədris Mərkəzi, ECS Xaricdə Təhsil Mərkəzi,